burada şübhəsiz ki, xalqımızı təmsil edən insanlar əyləşiblər, bir-birindən gözəl, bir-birindən dəyərli insanlar. Əlbəttə ki, millətinin, xalqının, vətəninin təəssüfünü çəkməyən bir insana, yəni Azərbaycanlıya, Azərbaycanlı demək olmaz. Burada Allah millətimizi mal eləsin deyirik, vətənimiz yaşasın, çiçəklənsin. Vətənimizin çiçəklənməsi naminə can qoyan bütün insanlara Allah can sağlığı nəsib eləsin. Arif olan sevgili canan vətəndir, Arif olan sevgili canan vətəndir, həm qeyrəti, namusu, vicdanı vətəndir. Hər kim vətənin sevməsə insan deyil əsla, hər kim vətənin sevməsə insan deyil əsla, insan olan cisminə həmca vətəndir. Ölsəm vətən uğrunda buna fəxr edərəm mən, ölsəm vətən uğrunda buna fəxr edərəm mən, könlüm nə zaman istəsə qurban vətəndir. Hər kim soruşar gəl mənim ünvanımı sizdən, hər kim soruşar gəl mənim ünvanımı sizdən, o şəxsə deyil mail ünvanı vətən. Aman aman, aman aman, yerim aman aman, ay canım. Sınamışam dostuya Azərbaycan, 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 Azərbaycan. Eşitmişəm yaxınlardan, uzaqlardan, sanki taxan arazlar Azərbaycan. Sınamışam dostuya Azərbaycan, canım gözüm Azərbaycan, Azərbaycan. Bu şəhərdə gözəl insanlar yaşayıblar. İndi bizim aramızda yoxdular onlar. Dünyasını dəyişən insanlar da var. Allah onların hamısına rəhmət eləsin. Gözəl bir mahnı ilə, lirik bir musiqi ilə məhsimizə davam etdiririk. Hamıza can sağlığı diləyirəm. Mən ailə saadəti, ailə xoşbəxtliyi arzulayırıq. Doğrudan deyil, Azaflı Mikailin Allah ona rəhmət eləsin. Söz ustalarına hamısına rəhmət eləsin. Allah Xudabənd aləm, qalanlara can sağlığı. Azaflı Mikailin bir sözü var, deyir, dövlət əl çirkidir, gələr gedər də, dosta mehriban ol, varı gözləmə. Yəni, o indi zarafatdır, o onlarda olmaz. Əsas mehribançılıq, səmimiyyət lazımdır insanlar arasında. Biz onu sizə arzulayırıq, bütün xalqımıza, millətimizə.